Şəhid Məmmədov İsa İskəndəroğlunun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 12 may 2026-cı il tarixdə əvvəlcə Sumqayıt şəhər Şəhidlər Xiyabanında, sonra isə şəhidimizin adını daşıyan rayonun Aşağı Mollu kənd tam orta məktəbində qəhrəman şəhidimiz İsa İskəndəroğlu Məmmədovun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidimizin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyub, şəhidimizin ruhuna dualar oxuyublar. Tədbir Aşağı Mollu kənd tam orta məktəbində davam etdirildi. Əvvəlcə tədbir iştirakçıları tərəfindən torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi. Tədbirdə çıxış edən Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd etdi ki, 1-ci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdür. Qarabağ müharibəsi zamanı 117 nəfərdən çox sakinimiz isə itkin düşmüşdür. Sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd etdi ki, 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan ordusunun müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Məktəbin direktoru Aygün İsrafilova bildirib ki, 44 günlük vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar. Şəhidlərimizin qisası alındı, qanları yerdə qalmadı. Digər çıxış edənlər şəhidlərimizlə bağlı öz xatirələrini bölüşdülər. Sonda çıxış edən şəhidimizin qardaşı Azər Məmmədov, şəhidimizin oğlu Fuad Məmmədov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Məmmədov İsa İskəndəroğlu 10 may 1966-cı ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində dünyaya gəlmişdi. 1986-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra institutda təhsilini davam etdirmiş, 1991-ci ildə institutu bitirərək baytar həkim ixtisasına yiyələnmişdir. Ermənilərin azğınlığına hiddətlənən gənc zabit İsa Məmmədov könüllü olaraq milli ordu sıralarına daxil olaraq vətənin müdafiəsi uğrunda döyüşə başladı. 1994-cü il fevralın 10-da İsa Məmmədovun tağımına Xocavənd istiqamətində hücuma keçmək əmri verilir. Fevralın 11-də onlar Xocavənd yaxınlığındakı düşmən postunu susturmaq üçün hücuma keçir. Çox ağır və gərgin döyüşlər başlayır. Bu döyüşlərdə əsl igidlik və qəhrəmanlıq nümunəsini göstərən İsa Məmmədov düşmən snayperinə tuş gələrək şəhid olur. Onun məzarı Sumqayıt Şəhidlər Xiyabanındadır. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 1994-cü il tarixli fərmanı ilə İsa İskəndəroğlu Məmmədov ölümündən sonra igidliyə görə medalı ilə təltif edilmişdir. Qubadlı rayonu Aşağı Mollu kənd tam orta məktəbi onun adını daşıyır. Evli idi, onun Fuad adlı oğlu yadigar qalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.